Gəlin 5-dən artıq uşağı olan qadınlara verilən müavinətdən danışaq. Hal-hazırda 6-dan çox uşağı olan ailələr çoxuşaqlı ailəsi hesab olunur. Azərbaycan Respublikasının Prezidenti 27 dekabr 2013-cü il tarixli 72-ci nömrəli fərmanına əsasən 5-dən artıq uşağı olan qadınlara aylıq sosial müavinəti verilməsi barədə qərar veribdir. İndiki halda bu müavinət 140 manat təşkil edir. 6-cı uşaq 18 yaşına çatana qədər bu müavinəti alır. 6-cı uşaqdan sonra olan uşaqlar da həmin müavinəti alırlar. Gəlin sadə nümunədə göstərək. Tutaq ki, uşağın 1 yaşı tamam olur və bu 1 yaşdan sonra həmin aylıq müavinət təyin edilir və uşağın 18 yaşı çatana qədər bu müavinəti alır. 7-ci uşaq olduğu halda 6-cı və 7-ci uşağa aylıq 280 manat müavinət verilir və bu uşaqların 18 yaşına qədər davam edir.